Evlənin, hətta kasıb olsanız belə. Allah öz lütfü ilə sizi ehtiyatsız edəcək. Bu, Allahın Nur surəsi 32-ci ayəsində buyurduğudur. Amma dərhal növbəti ayədə belə deyilir. Əgər maddi imkanınız yoxdursa, Allah öz lütfü ilə sizi ehtiyatsız edəcəyi vaxta qədər iffətinizi qoruyun. Burada çoxlarının zehnini məşğul edən əsas sual yaranır. Bəs axı kasıb olsaq evlənək, yoxsa yox? Bu iki ayə sanki bir-birinə zidd görünür. Cavab isə budur. Heç bir ziddiyyət yoxdur. Bu iki ayənin xitab etdiyi şəxslər fərqlidir. Birinci ayə, yəni 32-ci ayə, cəmiyyətə, ailələrə və məsul şəxslərə müraciət edir. Deyir ki, əgər bir gənc maddi çətinliyə görə evlənə bilmirsə, onu tək buraxmayın, ona imkan yaradın. Onun kasıb olmasından qorxmayın, çünki Allah yardım edəcəyini və ruzi göndərəcəyini vəd edir. İkinci ayə, yəni 33-cü ayə isə gəncin özünə müraciət edir. Deyir ki, əgər həqiqətən sənə yardım edən yoxdursa, çalışmısan, amma alınmayıbsa, artıq növbə səndədir. İffətini və təqvanı qoruyaraq gözlə. Allah gec-tez rəhmət qapılarını açacaq. Nəticə nə oldu? Bu iki ayə bir-birinə zidd deyil, bir-birini tamamlayır. Biri deyir ki, cəmiyyət gənclərin evlənməsini asanlaşdırmalıdır. O biri deyir ki, şərait hələ uyğun deyilsə, sən öz paçlığını qoru. Həyat üçün tam real, təzyiqsiz və balanslı bir nüsxədir. Quran həmişə göründüyündən daha dəqiqdir.